Salam dostlar, mən Şəhla İsmailova. Bu günləri sizlərə 7 nömrəli kataloqdan sifariş etdiyim məhsulların birinci hissəsi ilə təqdimat edirəm. Hər birinizdə xoş izləmələr. İlk öncə sizlərə belə bir günəş kremini təqdim etmək istəyirəm. Hansı ki 50 SPF olan günəş kremimizdir. Bu bizim dərimizi günəşin zərərli şüalarından, televizor, telefon, kompüterin zərərli şüalarından qoruyur və dərinizin qocalmasına imkan vermir. Əgər siz də dərinizin qocalmasını gecikdirmək istəyirsinizsə, mütləqdir ki, artıq bu istilənən havalarda günəş kremi istifadə etmədən qətiyyən çölə çıxmayın. Digər məhsulumuz və təbii ki, uşaqları yaddan çıxartmırıq. Yenə uşaqlar üçün nəzərdə tutulmuş 30 SPF olan uşaqlar üçün günəş kremidir. Bu da həmçinin həm günəşin zərərli şüalarından, həm telefon, kompüter və televizorun zərərli şüalarından uşaqların dərisini qoruyur. Növbəti məhsulumuz hidrofil yağıdır. Hidrofil yağı bizim nə işimizə yarayır? Hidrofil yağı, əgər siz günəş kremi istifadə edirsinizsə, mütləqdir ki, hidrofil yağı da günəş kreminin yanında alasınız. Nəyə görə? Çünki günəş kremini istifadə etdikdən sonra hidrofil yağından başqa heç bir məhsul o kremi sizin dərinizdən təmizləyə bilməz. Ona görə də hidrofil yağından yumru pambıq disklərini əlavə edərək dərimizi təmizləyirik. Sonra isə hidrofil yağını dərimizdən belə bir üz yuma köpüyü ilə təmizləyirik və dərimizin rahat nəfəs almasına kömək edirik. Əgər günəş kremi alırsınızsa, mütləqdir ki, hidrofil yağı və üz yuma köpüyü yanında alasınız. Digər məhsulumuz isə qara və tünd paltarlar üçün nəzərdə tutulmuş belə bir maye yuyucu vasitədir. Bu məhsulu da çox bəyənirəm. Xatırladım ki, bu yuyucu vasitə digər yuyucu vasitələrdən fərqi ondadır ki, paltarları yuduqdan sonra paltarların üzərində ağ toz şəklində heç nə iz buraxmır. Siz də alın, bu yuyucu vasitələrdən istifadə edin. Digər məhsulumuz isə uşaqlar üçün nəzərdə tutulmuş Umma seriyasından olan belə bir maye yuyucu vasitədir. Bu yuyucu vasitənin də başqa yuyucu vasitələrdən fərqi ondadır ki, anti-allergikdir. Yəni heç bir allergik təsir vermir, uşaqların dərisinə heç bir ziyanı yoxdur. Növbəti məhsulumuz belə bir dodaq boyasıdır. Gəlin birlikdə açaq və bu dodaq boyasının rənginə birlikdə baxaq. Baxın, belə bir rəngi var və üzərində dodaq şəkilləri var. Çox gözəldir, çox bəyəndim. Növbəti məhsulumuz isə yeniliklərdən olan 8 element seriyasından bəylər üçün nəzərdə tutulmuş antiperspirantdır. Baxın, belə başı şarikli. Siz də ala bilərsiniz və bu antiperspirantdan evdə oğlunuz, yoldaşınız istifadə edə bilər. Çünki qalıcılığı və təsiri çox mükəmməl olur Faberlic məhsullarının. Digər məhsulumuz isə Kaori seriyasından olan belə bir başlıqlı bədən spreyidir. Bunu da qızım üçün almışam. Və digər məhsulumuz isə Go ətridir. Hansı ki, artıq bizim evimizdə ailənin sevimlisinə çevrilən, baxın, ovuz içi qədər boyu var, amma çox gözəl ətri var. Əgər bu günə qədər hələ də bu ətirdən alıb istifadə etməmisinizsə, mütləqdir ki, alıb istifadə edəsiniz. Çünki qoxusu mükəmməldir. Digər məhsulumuz isə Yasəmən qoxusunu sevənlər üçün gəlsin bu məhsulumuz. Çünki mən özüm də Yasəmən qoxusunu çox sevirəm. Ona görə də belə bir parfüm deməyim də, tualet suyu gedir bunlar əsasən. Belə bir məhsul almışam. İnşallah ki, bunun kiçik videosunu çəkərək sizə təqdim edəcəyim. Digər məhsullarımız və son məhsullarımız Ummo seriyasından olan belə bir nəm salfetlərdir. Beləliklə, bugünlük bu qədər. İnşallah ki, videolarımı bəyənirsiniz. Əgər videomu bəyənirsinizsə, kanalıma abunə olun və videolarımı like edib şərh bölməsində istəklərinizi və fikirlərinizi bölüşməyi unutmayın. Hələlik!